Vaxtilə Azərbaycan xalqının tanınmış simaları, şairləri, dahiləri, Nizami, Füzuli, Nəsimi kimi şairlər öz klassik deməli ədəbiyyatımızda verdikləri töhfələrdə dini deməli məsələyə geniş yer vermişlər. Deməli dini məsələlərə toxunmuşlar. Lakin müasir ədəbiyyatımızda biz bunu görmürük. Siz bunun səbəbini nə ilə əlaqələndirirsiniz? Əvvəlcə Tural müəllim, çox sağ olun. Təşəkkür edirəm dəvətinizə görə. Sizə bu yeni işinizdə uğurlar arzulayıram. Daha böyük uğurlara nail olasınız. Ədəbiyyat elə bir şeydir, elə bir məfhumdur ki, insan həyatının bir parçasıdır, mən deyərdim. Yəni, zaman-zaman bizə nəsillərdən ötüb gələn bir dəyərdir. Nizami, Füzuli, Eyni Nəsimi hamısı ilahi eşqi təbliğ ediblər, ilahi eşqə əsaslanan əsərlər yaradıblar. Sadəcə olaraq bugünkü gün bizim gənclər, bəziləri deyərdim, çoxunu demək olmaz, hansısa bir zamanın tələbini deyimi, hansısa bir özləri müasir göstərmək üçün ilahi eşqdən, ilahi ədəbiyyatdan biraz kənara durub daha çox ateizmi meyləyirlər, daha çox əstəğfirullah inkar edirlər. Yəni bunun özü heç də xoş olan bir şey deyil. Mən istəyərdim ki, bizim gənclər də eynən Allahın yolunu tutub, o ədəbiyyatı yaradıb daha şaxələndisinlər, daha da böyük uğurlar əldə eləsinlər. Yəni, bugünkü günü sırf insanlar demirəm ki, tam dinə qapansınlar. Dünyəvilik də yaxşı şeydir. Dünyəvilik olsun, bizim elmimizdə olsun, təhsilimizdə olsun, texnologiyamızda olsun. Amma o müəyyən dəyərlər var ki, onu qoruyub saxlamaq lazımdır. Yəni, ondan kənara çıxmaq olmaz. Çünki keçmişin ondan gələcəyi olmaz. Bəli. Ümumiyyətlə, dinlə ədəbiyyatın münasibətini siz necə başa düşürsünüz? Yəni, dinlə ədəbiyyat arasında, xüsusən dinlə müasir ədəbiyyatımız arasında bir ziddiyyətlik yoxdur ki? Din, ədəbiyyatın qaynağı din, dinin qaynağı ədəbiyyatdır, mən deyərdim. Elə ədəb sözü. Bəli, elə ədəb sözü siz demişkən, kök oradan gəlir. Müəyyən insanlar var ki, onlar, yenə bayaq dediyim sözü qaydıram. Özlərin müasir göstərmək, müasir olmaq gözəl şeydir, müasir olsunlar, çox gözəl. Amma müasirlik Allahsızlıq deyil. Müasirlik, belə deyək də, dinsizlik deyil. Yaradılış varsa, yaradan da var. Yaradanı qəbul edib, onu ədəbiyyata daha çox sezdirilsə, daha çox, belə deyək, o içərisinə qatılsa, məncə daha yaxşı olar. Bəli. Yəni, bugün qərbə inteqrasiyadan geniş söhbət açılır. Xüsusən ədəbiyyatımızda da postmodernizm və digər məfhumlar, yeni janrlar gətirilir. Və maraqlı burasındadır ki, bu bəzi gənc yazarlarımız, şairlərimiz öz inanclarını, belə deyək ki, ateizm inancını tutaq ki, öz ədəbi əsərlərində, öz yaradıcılıqlarında da sanki ədəbiyyata gətirib o əqidələrini aşılamış olurlar. Bir növü təbliğ etmiş olurlar. Bu sizcə nə ilə əlaqədardır? Bu qərbə inteqrasiyanın, belə deyək, dırnaqarası fəsadıdırmı, yoxsa o gənclərin özündən qaynaqlanan məsələdir? Siz, hər kəsin bir subyektiv fikri var. Hər kəs öz anlayacağı qədərində, öz belə deyək də, beyninin məhsulu qədərində, tutumuna görə, bəli, siz demişkən, tutumuna görə öz əsərlərini ortaya çıxardır. Mən hər kəsin öz subyektiv fikrini hörmətlə yanaşıram. Heç kəsi məni burada pis demək fikrim yoxdur, heç kəsin negativ demək fikrim yoxdur. Amma mən istəyərdim ki, daha gözəl olsun, daha dinə yaxın olsunlar. Çünki din gözəllikdir, din saflıqdır, paklıqdır. Yəni, mən o hansısa fanatik təriqətlərdən getmir söhbət. Sırf bizim dinimizdən gedir ki, yəni, dinin gözəlliklərin ədəbiyyata sezdirsələr daha gözəl olar. Mənbəyini bilməsən, mənsəbini də bilmərsən. Yəni, mənbəyin haradan gəlibsə, bizi neçə il, 100 illiklərdir, neçə əsrlərdir ki, bu ənənə davam edirsə, bunu davam etdirmək lazımdır. Nəinki burada bu axının qarşısını alıb başqa yönə yönətmək lazımdır. Yəni, məzranı dəyişmək lazım deyil. Mən belə düşünürəm, Tural bəy. Bəli, çox sağ olun, Amil bəy. Siz bildiyimiz qədər işğal olunmuş Laçın rayonumuzdan, əslən həmin rayondansınız. Yəni, bu torpaq həsrəti, vətən həsrəti hamımızda var, amma sizdə bu daha çox qabarıq büruzə verir. Vətən həsrəti, yurt həsrəti. Bu, sizin yaradıcılığınıza hansı dərəcədə təsir edir və nə dərəcədə özünü göstərir?
Qarabağ bizim ən yaralı yerimizdir. Qarabağın gözəl dilbər güşəsi olan Laçın rayonundan mən özüm. Məndən yeri baz adam da yoxdur, amma yeri bazlığın da qarşısında olan bir insanım. Yəni heç vaxt sevməmişəm yeri bazı, amma o torpaqlar ki, nə qədər işğal altındadırsa biz hamımız Qarabağlıyıq. Fərq yoxdur bu günlərim. Laçınlı oldu, ya qeyri-Laçınlı oldu. Hamı o torpağın belə deyək həsrətindədir. Bu yanğı bizim içimizdədir, bizimlə yaşayır, bizlə. Mən arzulamaram ki, böyüsün, istəyirəm ki, ən tez bir qısa bir zamanda o torpaqlar işğaldan azad olsun. Bu yaradıcılığına deyəndə üzr istəyirəm, böyük çıxmasın, yəni şöhrətdən uzaq olmasın. Bizim bu yanğı, bu həsrət bizi 2008-ci ilin yanvar ayında məcbur elədi ki, biz Yurd Həsrəti Vətənpərvərlik qəzetini təsis edək və orada öz fəaliyyətimizi davam elətdirək. Yəni qəzetlər çoxdur, müxtəlif qəzetlər var, müxtəlif yöndə var. Bəlkə də mən deyərdim ki, vətənpərvərlik mövzusunda sırf belə də istiqaməti vətənpərvərlik olan qəzetlərdən təhrik olan Yurd Həsrəti qəzetidir və onu biz heç bir maddi köməklik olmadan, heç bir vəsait olmadan öz belə deyək, işçilərimizin gücü hesabına yaşadırıq. Yəni hələ də bu günlərimdə o qəzet çap olunur. Təsis və baş redaktoru Qəni Qəmlidir. Yəni həm də ki, biraz da həmişə reklamdan uzaq olmuşuq. Biraz nətər deyirlər, o deyir, Ləl Cavahir dəryanın dibində olur. Çalışmışıq ki, bizi özləri tapsınlar. Biz kiməsə özümüzü göstərməyik. Biz kiməsə nəyisə deməyək ki, biz buyuq. Qoy el desin, qoy ova desin. Yəni şükür Allaha ki, o bütün rayonlarda da yayımlanır. Hətta Naxçıvana da göndərilir o qəzet. Yəni orada sırf mövzu budur ki, vətənpərvərlikdir. Sırf işğal olunmuş torpaqlarımızın yurd həsrətini çəkən el şairlərini deyəkmi, sənət adamlarını deyəkmi, bütün gənc yazarları deyəkmi, orada işıqlandırmışıq. Yəni çox insanlara belə deyək, cığır yol açıb çoxlarına da istiqamət verib. Bugünkü gündə həmən insanlar çox üzdədirlər, çox da yəni bizim fəxrimizdir. Biz ona daha da sevinirik. Ramil bəy, deməli, İslam aləmində müqəddəs şəxslər, xüsusən məsələn Azərbaycanın özündə də seyidlər vardır. Yəni bu xüsusən Qarabağ zonasında sizin yaşadığınız ata-babalarınızın məskun olduğu bölgələrdə daha geniş bu seyidlərin şəcərəsi mövcud olmuşdur və bunlar yaşayıblar o ərazilərdə. Məsələn, Seyid Nicari böyük seyid evliya olmağına yanaşı böyük onun ədəbi əsərləri var. Bu günümüzə də gəlib çıxıbdır, bəli. Məsələn, məşhur tanınmış seyidlərdən Seyid Lazım Ağanın də elimiz, xalqımız tərəfindən xatırlanır. Mən sizə belə bir sualla müraciət eləmək istəyirəm. Düzdür, müqəddəslər arasında fərq qoymaq doğru deyil, hansı ölkədən olmağına baxmayaraq. Sadəcə olaraq bizdə biraz elə bir ki, əcnəbi də bir məfhumu da biraz kobud çıxsa da, yəni qıraqdan olan müqəddəslərə, belə deyək, başqa bölgələrdə, başqa ölkələrdə yaşayanlara rəğbət, xüsusən siz ilahiyyatçı olduğunuz üçün mən sizə bu sualı ünvanlayıram. Amma bizim özümüzdə sanki bu biraz zəifdir. Məsələn, yazarlarımızın yazılarında, şeirlərində, o vətən həsrətindən, vətən yanğısından yazılan şeirlərimizdə həmin müqəddəs şəxslərin məzarından, həmin müqəddəs şəxslərin pərən-pərən olmuş övladlarından sanki biz az orada nümunələr görürük. Bu nə ilə bağlıdır sizcə? Düz deyirsiniz, Tural müəllim. Yəni bu reallıq, realcı həqiqət olsa da, yəni bunu demək lazımdır, dilə gətirmək lazımdır. Təşəkkür edirəm sizin bu sualınıza görə, sözünüzə görə. Yəni bizim özümüzə dəyər vermək, özümüzü qiymətləndirmək, mən üzr istəyirəm, biraz bir üzrədə çıxmasa, yəni çox zəifdir. Biz özümüzün qədrini bilməliyik, özümüzü dəyərləndirməliyik. Nə qədər də bir evin birinci içi, sonra çölə. Yəni əsas biz özümüzü dəyərləndirməliyik. Düzdür, bütün İslam aləminin övliyalarıdır, İslam aləminin imamlarıdır, peyğəmbərlərdir. Bütün hamısına biz hörmətlə yanaşırıq. Sadəcə olaraq siz demişəm, bizim biraz elə bir ki, mənfi cəhətimizdir. O mənfini də aradan qaldırmaq lazımdır. Onu maksimum həddə çalışıb özümüzü dəyərləndirməyimiz lazımdır. Bugünkü günü bizim Laçın rayonu Seyidlər kəndi var, orada yığın Seyidlər deyirlər. Seyidlərin Azərbaycanda deyərdim ki, kökünün bəlkə də mənbəyi oradan gələn bir kənddir. Bəli, Seyid Nicari də həmən. Bəli, Seyid Nicari də həmən kənddən düz deyirsiniz, çox düzgün vurğulayırsınız. Yəni bunun buradan gəlib bütün respublikada məskunlaşıblar, respublikanın müəyyən bölgələrində hal-hazırda yaşayırlar. Yəni onların biz qədrini bilməliyik, onları biz daha hörməti, daha üstün tutmalıyıq. Çünki onlar Peyğəmbər nəvəsidirlər, Peyğəmbər övladıdırlar. Yəni biz bilməsək bəs onda kim bilər?
və sahal budur. Yəni biz onların qədrini, qiymətini bilib onları həmişə üstün tutmalıyıq. Bir də ki, Seyid torpağı işğalda olmaz. Mənim ən böyük arzum odur ki, biz işğaldan torpaqlarımızı azad edək ki, ölkəmiz firavan olsun, insanlarımız daha yaxşı yaşasın, daha belə deyək, huzur içində olsunlar, türklər demiş. Bəli. Çox sağ olun. Ramil bəy, biz məsələn klassik şairlərimizin xüsusən vurğuladıq ki, yəni dini onlar ön planda veriblər əsərlərində. Məsələn, özləri də eyni zamanda şair olmaqla yanaşı, həm də dini gözəl bilən insanlar olub. Məsələn, Nizamiyə şeyx deyiblər, Şeyx Nizami, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani həmçinin. Bugün bizim ədəbiyyat araşdırmaçılarımız, xüsusən məsələn tədqiqatçılar, dini bilməyən şəxslər, məsələn, İmadəddin Nəsiminin yaradıcılığını araşdırır. Məsələn, dindən ümumiyyətlə məlumatı olmayan, hətta indi Sovet dövründə bu təbii ki, bilirik, məcburi ideologiya çərçivəsində olubdur. Lakin müasir dövrümüzdə və məsələ burasındadır ki, ilahiyyatçılarımız, dini bilən şəxslərimizdə, məsələn, Nizamini, Nəsimini, Füzulini, Seyid Əzimi araşdırmağa meyl göstərmirlər. Sadəcə olaraq gənclərimiz, yenə bayaq dediyimiz sözün əvvəldən qayıdırıq. Yəni, burada biraz dinə elə bir ki, meyl azalır. İndi yaradıcı şəxslər çoxdur. Yaradıcılıq, əstəğfurullah, Allaha məxsusdur. Yəni ki, bu şeir barəsində, nəsr barəsində olan məqamları toxunmaq istəyirəm. Burada yazarlarımızın özləri də sanki dindən qaçırlar. Sanki elə bir ki, din adı gələndə hamısı o, belə deyək də, bilgisizlikdən irəli gələn sanki şeydir. müasirlik dinsizlikmiş kimi belə anlayırlar. O, insanların gözünü allatmaq üçün olan bir şeydir, Tural bəy. Yəni, orada məqsəd bilsən nəzdir, yəni o əsas ideologiyanı ortaya çıxartmaqdır da. O ideologiya yoxdur orada. Dinsizlik ola bilməz. İnsan yaşayırsa hansısa dinin nümayəndəsi mənsub olmalıdır. Yəni, hansısa dinə xidmət eləməlidir. Dinsizlik anlayışı mənim fikrimdir, yoxdur. Yəni, mən öz şəxsi fikrimi deyirəm. Çünki insan yaradılanda onun kimsə yaratdığı bilinir ki, hə, bu adam... Bəli, yəni insan yaradılanda onun əqidəsi də onunla bərabər meydana gəlir. Bəli. Çox sağ olun Ramil bəy, təşəkkür edirəm maraqlı söhbətinizə görə. Sonda sizdən bir şeir xahiş edərdik ki, öz yaradıcılıq nümayəndələri... Mən özü hesab edin, yaddaş zəifdir, telefondan oxuya bilərəm. Buyurun, buyurun. Adətən sizin, mən səhv eləmirəmsə, sevgi, məhəbbət şeirlərinə verir. Hərçənd ki, ilahiyyatçı olsanız belə. Buyurun. İndi hal-hazırda burada mənim əlimdə olan sevgi şeirdir, ona görə də mən çox üzr hesab edin. Ola bilər ki, mövzumuza da biraz buyurun, elə dinin də mövzularından biri sevgidir. Bəli, İmam Sadiq əleyhissalam buyurur ki, din yalnız məhəbbətdir. Buyurun. Necə unudum səni deyilən bizim əsər var, kompozisiya var. Onu radioda qulaq asarkən belə beynimə bir misralar doldu. Nəzirə deməzdi. Mən özümü biraz şair adlandırmıram. O şairin təvazökarlığınızdan irəli gəlir bu. Çox sağ olun. Belə bir nəğmə vardı. Necə unudum səni? Hər yanı sevgi sardı. Necə unudum səni? Ürəkdə qəmli nəğmə, bu halımı sən bilmə. Qəmi bölmürsən, bölmə. Necə unudum səni? Könlüm qəm yerindi, kimə can deyirindi, ürək çox sevirindi, necə unudum səni? Həsrətdən solub könlüm, bulud tək dolub könlüm, tək sənin olub könlüm, necə unudum səni? Dolar boşalar bulud, daha göz yaşım qurud. Dedim könül, gəl unut, necə unutsun səni? Necə unutsun səni? Çox sağ olun. Təşəkkür edirəm Tural bəy. Minnətdaram razı olsun sizdən. Sizin işlərinizə də uğurlar arzulayıram. Daha böyük uğurlara nail olasınız. Səsiniz daim uzalardan gəlsin. Verilişinizdə xeyirli uğurlu olsun. Çox sağ olun. Minnətdaram Ramil bəy. Çox sağ olun. Təşəkkür edirəm.